Herkese selam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bu günləri sizlere toyuqlarımız hakkında video paylaşmak istedim. Ne videosu? Toyuqların qış aylarında yumurtaması için neydi? Yani ne etsək, ne yedizdirsək, necə baxsaq, nə cür baxsaq toyuqlarımız qış aylarında yumurtayar. Qış aylarında ümumiyyətlə toyuqların yumurtamama səbəblərindən də bu videoda bəhs edəcəyəm. Niye bu tür video çəkirəm? Deyirsiniz ki, Ayxan sen bu tür videolar bir neçə ədəd çəkmisən. Birincisi o videolarımdan qışa ait olan video yox idi. Yəni tam olaraq qışda nə etmək lazım idi, yox idi. Əlavə olaraq da izləyicilər sual verir. Çünki bilirsiniz də bu yay ayından başqa bu mənim tipli kanallara və yaxud da ümumiyyətlə hamının bir-birinə sualı odur ki, toyuğum yumurtamır, nə verim, nə edeyim ki, toyuğum yumurtasın. Ona görə elə bu videomuzda sırf bu toyuqlarımın yumurtaması ilə bağlı çəkmək istədim. Demək dostlar, keçək videomuza. Nədən bəhs edəcəm başlıq olaraq? Toyuqların qış aylarında yumurtamama səbəblərindən birincisi, ən önəmlisi istilikdir. Bu da bizim peçimizdir, odunlarımızdır. Yəni mən istiliyə görə bunların yerində peç yandırıram. İkinci olaraq bunların yumurtamama səbəbləri qış aylarında işıqdır. Çünki toyuqların yumurtaması üçün gündəlik 14-16 saat gün işığına ehtiyacları var. 14-16 saat yazılır, amma 16 saat rahat, en azından bilən ki 100% var da, 16 saat 100% var. Çünki qışda havalar bilirsiniz ki, gündüz tez qaralır, gecələr uzun olur. Gün işığı çox az olduğu üçün toyuqlar gündə yumurtanı düzəldə bilmirlər. Yəni ən yaxşı halda toyuqlarınız gün aşırı yumurtlayır. Yəni işıq yandırmasaz toyuqlarınız gün aşırı yumurtlayır. İndi istisna hallar var. Deyirsiniz ki, mən işıq yandırmıram, gündə yumurta verməyən toyuğum. Bəli, istisna hallar ola bilər. Məsələn deyirəm, 10 dənə toyuğunuz varsa, məsələn deyirəm, 2 dənəsi gündə yumurtlayar, geri qalan nə bilim 6'sı da gün aşırı yumurtlayar, ikisi heç yumurtamaz. Yəni işıq yandırmasaz, digər şeyləri təmin eləsəz. İstilik yerlərində mütləqdir uşaqlar. Desəz ki, Ayxan, sənin toyuqlarında yumurtlama vəziyyəti necədir? Mənim toyuqlarımda yumurtlama vəziyyəti düşmüşdü. O bir söz var, mənim dediyimi eləyin, elədiyimi eləməyin deyə bir söz var ha. Eyni hal yəni. Mən sizə istiliyi yandırın deyirəm. Mən özüm 3 gün bundan qabaq başlamışam yandırmağa, gecikdirmişdim. Çünki bilirsiniz ki, videolarımda da demişdim, yəni buranı çox uzatmayacağım. Biraz işlərim var idi. Bakıya get gəl, Bakıya get gəl işlərim olduğu üçün tam olaraq bunlara nəzarət edə bilmirdim. Əlavə olaraq da biz buna tutkeş deyirik də, peçin boruları deyək də uşaqlar. Onlar zay olmuşdu artıq məndə. Bu il yenisi alınmalıdır. Elə bugün alaram, sabah alaram, gələn dəfə gedəndə alaram. Bir gün insanın yadından çıxır, çünki kənddə yaşayırıq, dayanmadan rayon mərkəzində deyilik, yəni tez gedib almaq üçün. Düzdür, rayona yaxın kənddə yaşayırıq, amma istər-istəməz elə deyilik, bu dəfə alarıq, gələn dəfə alarıq, yaddan çıxıb qalır. Ona görə mən də 3 gündür, 4 gündür yandırıram. Mənim də toyuqlarımın yumurta verimi düşmüşdü aşağı. Yəni aşağı dediyim ya 15 dənəyə, 14 dənəyə düşmüşdü. Təbii ki, bu aşağı nəticədir. İndi şükür Allaha kimi dünəndən artıq 4 gündür yandırıram, 3 gündür yox. 4 gündür yandırıram. Artıq dünən biraz artmışdı. Bu günlərdə 21 dənə yumurta götürmüşəm. Biraz artırıblar. Soruşanlar da olurdu ki, toyuğun neçə dənə yumurtayır, toyuğun neçə dənə yumurtayır. Təbii ki, bu bizim toyuqlarımız üçün aşağı nəticədir. Heç də yaxşı nəticə deyil. 40-45%lik bir nəticədir. 40 deməyim, 45% filan nəticədir. Bu da aşağı nəticədir. Ən azından heç olmasa 50% olmalıdır. Yaxşı nəticə deməyimiz üçün də 60% mütləq şəkildə heç olmasa buradan faiz əldə etməliyik. Yumurtadan faiz əldə etməliyik. Yumurtaları sizlərlə bərabər toplayacaqdım. Amma bugün yumurta sifarişim vardı, tamam olmamışdı deyə bugün sizlərlə yığa bilmədim. Yəni üstünə qoymaq lazım idi. 100 dənə yumurta sifarişim var idi. Gördüm 11 dənəsi əski idi. Ona görə bunları, yumurtaları tez yığdım. Keçək dostlar, sözü biraz uzatdım. İstilik və işıq ən önəmli səbəblərdən, yəni yumurtamamasının səbəblərindən biridir. Və yumurtaması üçün bunları mütləq şəkildə bunlar üçün düzəldin. Əlavə olaraq dostlar, yem. Qış aylarında bunu dəfələrlə videolarımda da demişəm. Qış aylarında toyuqların vitaminə olan ehtiyacı artır. Yəni necə artır? Açıq şəraitdə heyvan saxlayırsa, buraxırsa çölə, yazdakı kimi yeni vitaminli, yəni daha vitaminli otlar bilirsiniz ki, yerdən çıxmır. Olan otlar da zəifdir və onlarda yazdakı qədər vitamin yoxdur. Ona görə bunların vitaminə ehtiyacı artır. Həyətyanı sahəniz böyüdürsə, bunun bir miqdar otdan falan əldə edə bilirlər. Amma ümumiyyətlə otlaq sahəsinə buraxmırsa, qapalı yerdə saxlayırsa və yaxud da ki, toyuqların gəzinti yerləri çox balaca və orada ot falan yoxdursa, mütləq şəkildə ya bunlara ot,
tərəvəz qalıqları filan ata bilərsiniz. Ayrıca kələmi də bir çox insanlar videolarda da paylaşırlar ki, toyuqlarınıza verin yumurtayacaq. Yəni sırf kələmlə toyuq yumurtlamır. Bugün kələm verdim, toyuğun yumurtadı. Yox, toyuğun yumurtaması üçün vacib olan vitaminlər var ki, hansı ki onlar toyuğun yumurtaması üçün ən önəmlidir və yumurtamasına kömək edir. Bunlar ən çox bitkilərdən kələmin içində olur. Bir də yonca bitkisinin içində olur. Yəni yonca var ha, yoncanın içində olur. Yonca ümumiyyətlə hündüşka və toyuqlar üçün, ümumiyyətlə heyvanlar üçün super bir bitkidir deyə bilərəm sizlər üçün. Ona görə əgər toyuqlarınızın belə deyimdə yumurtamasının artırmasını istəyirsə, yəni yonca sahəniz varsa yonca da yığıb tökə bilərsiniz qabağına. Ola bilmirsə indi kələm də ucuzdur, kələm də ata bilərsiniz. Vitaminə olan ehtiyaclarını qarşılamaq üçün. Yəni toyuğunuz belə deyim yem vermirsə, toyuğunuz arıqlısa götürüm ona kələm verin. Mənim toyuğum bugün yumurtayacaq, sabah yumurtayacaq. Ondan yox. Hər şeyi düzəltdikdən sonra vitamin olaraq kələm toyuqlarınıza versəz və yaxud da ki yonca versəz, ikisində də eyni miqdarda olur. O yumurtaması üçün lazım olan vitaminlər, bunu verə bilərsiniz toyuqlarınıza. Bu yumurtaması üçün mütləq şəkildə kömək edəcək. Əlavə olaraq toyuqlarınıza qışda verirsiniz arpa yağlandırmasına, toyuğun enerjiniz isti saxlamasına kömək edir. Əlavə olaraq nə verə bilərsiniz? Toyuqlarınız soyuqdan maksimum dərəcədə qorunmaq üçün verdiyiniz yemin içərisinə acı biber, ola bilər ki pul biber, acı biber, bu tip şeylər qarışdıra bilərsiniz. Birəbir toyuğun acı biber verdim, toyuğun yumurtayacaq yox. Toyuğunuzun yəni bədəninin qızışıb isti saxlamasına kömək eləyəcək. Orada bəzən yazanlar olacaq ki, toyuq yazıqdır, acını necə yeyir? Toyuqların dad bilmə qabiliyyəti insanlar qədər deyil. Ona görə də rahat ola bilərsiniz. Yəni onlar o acını hiss eləməyəcəklər belə. Siz də gedib acını doldurub ora verməyin. Yəni miqdarı var da, onun özünüz baxın. Gözə yarı heç kimə deyə bilmirəm ki, falan kilo yemə, falan qədər acı biber tök, amma gözə yarı biraz qata bilərsiniz heyvanların yemlərinə, kömək edir. Bu da bilinən şeylərdən biridir. Ayrıca səhər-səhər isti su vermək uşaqlar. Toyuqlarınıza soyuq su verməyin, özəlliklə səhər-səhər. Çünki bilirsiniz ki, səhər açırsınız, hamı bilirəm ki, axşam toyuq acır səhərə qədər, çünki gecələr də uzundur. Səhər toyuqlarınızın yem yeyəndən sonra mütləq şəkildə hamısı suya cumacaqlar. Ona görə toyuqlarınıza səhər isti su versəz və yaxud da ki, ilmanqı su versəz, ən azından buz kimi su verməsəz çox daha yaxşı olar. Bəzi insanlar olur ki, toyuğun yalaq deyirik də, biz su qabları məsəl üçün çöldə olur. Bir də görsən səhər buz bağlayır, onun üzrün buzunu sındırırlar, toyuqlar o buzlu sudan içir. Yəni bu toyuğun o içəcək, mədəsi üşüdəcək, bədəni temperaturu düşəcək aşağı, bir də toyuq o temperaturu yüksəltmək üçün çabalayacaq. Yəni biz qış aylarında bacardığımız qədər toyuqlara enerji xərclətdirmirik ki, yumurtlamaları azalmasın, aşağı düşməsin. Biz indi peçi yandırmamışıq, çünki hava təzə qaralıb, indi birazdan da canlı yayına girəcəm. Saat 8 falandır, 7-8 də deyil bəlkə də, 7 falandır. 8'e falan işləyib. İndi birazdan bu videonu çəkəndən sonra yayına da girəcəm. Bu video şənbə günü, yəni sabah kanalımda olacaq. Bundan sonra da videolarımın vaxtları belirlənir uşaqlar. 2-ci gün və 6-cı gün həftədə 2 dəfə video olacaq. Həftədə 2 və yaxud da ki 3 dəfə də canlı yayın, 2-3 dəfə də short videosu paylaşacağım. Amma bundan sonra videolarımız 2-ci və 6-cı günlər kanalımızda olacaq. Bunu da sizlərə demək istəyirəm. Başqa düşüncəm bunlar haqqında sizə nə deyə bilərəm? Toyuq xəstəlikləri, qışda uşaqlar, toyuqlar xəstəliklərə çox açıq olurlar. Yəni açıq şəraitdə, necə setka şəraitdə saxlayanda toyuqların hava axınında olmamasına fikir verin. Yəni çox külək vurmasın, yağış vurmasın, çox yağışlı havalarda çölə buraxmasaz məsləhətdir. Əgər yeriniz varsa, şəraitiniz varsa, əlavə olaraq toyuqlarınız qışda mütləq şəkildə çalışın ki, kök olsunlar. Yəni nə qədər toyuq kök olsa, bir o qədər soyuğa davamlı olacaq və qarnı tox olsa, yəni qarnı aç heyvan, toyuq olmasın, başqa bütün heyvanlar olsun. Qarnı aç heyvan soyuğu daha çox hiss edir. Ona görə də toyuqlarınızın qarnı nə qədər çox tox olsa, bir o qədər soyuğa davamiyyəti artacaq. Çalışın ki, qarnından həmişə tox saxlayın. Dediyim kimi, qışda da heyvanlarınıza arpa və buğdanı qarışdırıb versəz çox yaxşı olar. İmkanınız varsa qarğıdalı da verə bilərsiniz. Əgər toyuqlarınız arıqdırsa, yəni bunu hər kəs öz heyvanın bilir də, mənim heyvanım kökdür, arıqdır. Baxırsınız ki, toyuğumun mən yağı yoxdur, soyuğa davamiyyəti artsın deyə toyuqlarınızı qarğıdalı versəz, bu yağlandırmaq üçün ən möhtəşəm verəcəyiniz buğdagillərdən biridir. Yəni möhtəşəm şəkildə yağlandırmağına kömək edir. Təbii ki, başqa bir şeylər də var. Məsəl üçün semiçka qarğıdaldan da yaxşıdır, amma bildiyimiz qədərilə qarğıdalla semiçkanın da bir qiyməti bir deyil axı. Yəni minimum qiymətlə mən sizə heyvan saxlamağı
öyrətməyə çalışıram. Çünki özüm də elə baxıram. Yəni mən bu toyuğa məsələn deyirəm, semiçka verim, o gündə mənə bir yumurta da versə, axı mən o semiçkaya verdiyim pulu ödəmir, yəni mənə xeyir vermir. Ona görə minimum qiymətlə toyuqlardan maksimum dərəcədə necə xeyir götürə bilərik, onu öyrətməyə çalışıram sizlərə. İndi toyuğunuz çoxdursa, məsələn bunun əvəzinə, odunun əvəzinə qaz da yandıra bilərsiniz. Biz kənd yerində yaşayırıq, odun filan istifadə edilmir. Bağçada o qurumuş ağaclar da filan kəsilir, odun da yığılıb qalır. Məsələn, bax bunlardan yığıram uşaqlar ora, bəzisini quru, bəzisini yaş, yavaş-yavaş yanır. Sonra da baxın, bax bu cür kötüklər var ha. Baxın görün nə qalınlığındadır. Bunları da axşam saat mən onsuz zaten gec yatıram da. Gecə saat 2-də, 3-də gətirib atıram içinə. Səhərə qədər inanın ki, bura isti qalır. Yəni heç bir problem olmur. Bunlar haqqında sizə deyəcəyim başqa bir şey məncə qalmadı. Çünki yemin haqqında danışdım. İşıqdır, istilikdir, qışda toyuqların yumurtlaması üçün edəcəyiniz şeylər. Başqa əgər toyuğunuz da arıqsa dedim, yəni yemin artırın, o kökəlsin, qarğıdalı versiniz yağlandırmaq üçün çox möhtəşəm nəticə verir. O yenə birinci dediyim şey, mən dediyimi eləyin, elədiyimi eləməyin kimi söz var. Deyirsiniz ki, sən nə yem versən axı. Mən bu aralar çox başım qarışıq oldu deyə, həm də ki gah buğday qutarır, bu nəsə tutuzdura bilməmişəm bu ara. Həmişə hamısından alıb yığıram ora. Amma bu dəfə buğdanı alıram, qarğıdalı qutarır. Qarğıdalını alıram, arpa qutarır. Arpanı alıram, buğda təzədən qutarır. Ona görə gah bunlara buğda verirəm, gah arpa verirəm. Yəni bəzən ikisini qarışdırıb verirəm. Normalda arpa ilə buğdanı mən bunlara daim arpa ilə buğda yarı qarışdırıb verməliyəm. Ona görə yumurta verimi bəlkə də biraz da ona görə düşüb. Çünki dediyim kimi gah ondan verirəm, gah bundan verirəm. Stabil olaraq arpa ilə buğdanı qarışdırıb bunlara verməliyəm əslində. Mən sizdə elə etsəz, mən məsləhətim odur. Yəni elə etsəz çox daha yaxşı olar. Yəni bu tip şeylərə, bu dediyim şeylərə əməl eləsəz, toyuqlarınızın yumurtlamamasında artım olmamasına heç bir səbəb yoxdur. Mütləq şəkildə işıq yandırın. İşığı da necə yandırın uşaqlar? Axşam yerlərinə girdi, işıqların yandırın. Qoyun səhərə qədər yansın. Sizə kim deyəcək ki, bütün gecəni yandırmayın, ziyandır filandır. Uşaqlar, o ziyan hansılara aiddir? O 24 saat toyuqları qapalı şəraitdə, ferma şəraitində saxlayan insanlar bütün gecəni yandırmaq onlara aiddir. Biz burada 2 ay, 3 ay, 4 ay nəsə bunların yerində işıq yandırır. Çünki bilirəm ki, yaz və yay aylarında zaten gün uzun olur. Kimdir toyuğun yerində işıq yandıran? Həm də bacardığımız qədər yaz yay aylarında istəyirik toyuğun yeri sərin olsun. Kim işıq yandırıb biraz da toyuğun yerini qızdırar. Ona görə yaz ayında heç kim yandırmır ki, mən də yandırmıram. Orada qış aylarında 3 ay, 4 ay mən bunun yerində işıq yandırmağın bu toyuqlara heç bir ziyanı yoxdur. Amma normalda bəli, toyuqların da qaranlığa, yatmağa ehtiyacları olur. İşıqlı şəraitdə yata bilirlər. Belə o 3-4 ayı idarə edəcəklər. Heç bir problem yoxdur. Yəni heç kim də gəlib mənim üstünə tökülməsin, 24 saat işıq yandırmaq olmur. 24 saat yandırmıram. 3-4 ay gecələr iş yerlərində işıq mən yandırıram ki, bunların yumurta veriminə artımında yaxşı rol oynasın. Bəli, deyə bilərsiniz ki, mən saat 11-də, 12-də söndürürəm. O da ola bilər, eləyə bilərsiniz. Amma bütün gecə yandırmaqla 11-12-də söndürməyin arasında yenə də az miqdarda da olsa fərq olur. Amma belə ürəyiniz dözmür, könlünüz dözmürsə, istəyirsinizsə, gecə saat 10-da, 11-də də gəlib işıqların söndürə bilərsiniz. Başqa deyəcəyim bir şey yoxdur uşaqlar. Ümid edirəm ki, hər şey dedim. Yenə yadımdan çıxan bir şey olsa da növbəti videolarda sizə qeyd edəcəyəm. Əgər sualınız varsa, sizin də belə video çəkməyimi istədiyiniz bir məsələlər varsa, təbii ki, qısa suallarınız olanda bunu yorumlarda cavablandırıram. Amma uzun belə danışmalı şeylər olanda bunu video şəklində çəkirəm. Çünki həm mənə zaten video fikirləri lazımdır. Yəni nə videosu çəkim? Çünki sizə sıxmaq istəmirəm. Çalışıram ki, sizin istədiyiniz videolar olsun. Həm də paylaşanda siz bunu izləyəsiniz. Ona görə belə maraqlı məsələlərdə, maraqlı uzun danışılası suallar gələndə bunları sizlərə video şəklində yazıram. Sizin də istədiyiniz video fikirləri varsa onu aşağıda qeyd edə bilərsiniz. Kanalıma abunə olub videonu bəyənməyi unutmayın. Çox xahiş edirəm uşaqlar. Abunə və like mənim üçün çox önəmlidir. Yorumlarınız da çox önəmlidir mənim üçün. Videolarımızı çox xahiş edirəm. Sona qədər izləyin. Videoları yarıda buraxdıqca uşaqlar videonun ortalama izlənməsi düşür və ortalama izləmə düşdükcə YouTube bizi keşfətə salmır. Bu aralar da biraz dəngəni pozmuşuq. Yəni biz stabil şəkildə videolarımız 3 gündə bir videolarımız gəlirdi, canlı yayınlarımız davam edirdi. Biraz başım qarışıq oldu bu stabilliyi pozdum deyə artıq bizi keşfətə elə də çıxartmır. Videolarımız görürsünüz ki, normal videolarım məni 2-3 mindən aşağı izlənmirdi. Ən az izlənən videolarım 2-3 min izlənirdi. Artıq bu izləmələrimiz 1K-ya, 1000 izlənməyə falan düşüb. Ona görə videolarımı sona qədər izləyin ki, mənə də xeyriniz olsun.
Təşəkkür edirəm hər birinizə izlədiyiniz üçün, like atdığınız üçün, yorum yazanlara da ayrıca öz təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın.